Bugünkü dərsimizin mövzusu bulut texnologiyaları və onlayn əməkdaşlıqdır. Biz ümumiyyətlə, siz yəqin ki, Google Drive, Google Doc və yaxud da ki, Cloud kimi anlayışları eşitmişsiniz və yaxud da istifadə etmişsiniz. Amma bu anlayışların arxasında nələrin dayandığını, necə işlədiyini, bunlar haqqında məlumatınız bəzilərimizin yoxdur. Bulut texnologiyaları, baxın, məsələn, tutaq ki, informasiya texnologiya, ümumiyyətlə texnologiyadan işlədirik və bu texnologiyanın arxasında nələr dayandığından, onun işləmə prinsipindən bəzən məlumatımız olmur. Bulut texnologiyaları bu texnologiyalardan biridir. Biz, məsələn, tutaq ki, hər hansı bir sənədimizi və yaxud da ki, hər hansı bir məlumatlarımızı, proqramı bulut texnologiyasında saxlayırıq və bu bulut texnologiyasında dediyimiz məlumatdan, hansı sistemin necə işlədiyindən, harada yerləşdiyindən xəbərimiz olmur. Biz bugün bu sistemin üstünlüklərindən, bu sistemin necə işlədiyindən, çatışmazlıqlarından danışacağıq. Biz öncə bulut texnologiyaları nədir? Bulut texnologiyaları internet üzərindən resursların və xidmətlərin idarə olunmasıdır. Yəni, sadə dildə desək, hər hansı bir məlumatlarımızın internet üzərindən işlədilməsi deyək. Çünki, məsələn, tutaq ki, hər hansı bir faillərimiz olsun, sənədlərimiz olsun, biz özümüz yükləyirik, kompüterimizdə yer tutmasın deyə buluda yükləyirik və istədiyimiz yerdən ofis olsun, universitet olsun və yaxud ev olsun, biz oradan həmin sənədləri açıb onun üzərində işləyə bilirik. Bulut texnologiyalarına aiddir. Məsələn, Google Drive, Dropbox, OneDrive və s. kimi sistemlər daxildir. Bulut texnologiyasından, ümumiyyətlə, bulut texnologiyası niyə yaranıbdır? Biz öncə onu danışaq. Yəni, əvvəllər bilirik ki, məlumatlar yerli serverlərdə saxlanılırdı və bu serverlər müəyyən bir problemlər olurdu. Yüksək xərc tələb edirdi və təhlükəsizlik riskləri var idi. Yəni, yüksək xərc deyəndə, yəni, məsələn, tutaq ki, məlumatlarımızı serverlərdə saxlayırıq və bu serverlərdə müəyyən bir məlumatlar artdığı zaman serverlərdə çatışmazlıqlar olur və biz əlavə xərc ödəyib yeni serverlər və yaxud da ki, yaddaşlar almaq məcburiyyətində olurduq və bu daha çox xərc tələb edirdi. Deməli, həm də təhlükəsizlik riskləri var idi. Məsələn, tutaq ki, hər hansı bir universitetin serveri vardı. Bu serveri yaratmaq üçün müəyyən bir qurğular lazımdır və həm bu qurğular almaq üçün həm xərc tələb olunurdu, həm də tutaq ki, serverin işıq söndükdə və elektrik kəsildikdə və yaxud da ki, serverin hər hansı bir yerində nasazlıq olduqda bu məlumatların itirilməsinə və yaxud silinməsinə gətirib çıxarırdı. Buna görə də bulut sistemi bu problemlərə həll yoludur. Çünki bulut sistemində saxlanılan məlumatlar itirilmir, silinmir və yaxud da ki, bulut sistemindən istifadə etdiyimiz zaman biz bu hər hansı bir avadanlıq almağa xərc aparmır. Yəni, biz buludun hər hansı bir avadanlıq serveri yaratmırıq. Biz həminki serverlərin, yəni uzaq məsafədə olan serverlərin xidmətlərini alırıq. Bulut texnologiyasının əsas xüsusiyyətləri vardır. Bunlardan biri resurs seviçliyidir. Yəni, resurs seviçliyi nə deməkdir? Yəni, hər hansı bir, tutaq ki, istifadəçiləri vardır bulut sisteminin və bunun 100 dənədir. Tutaq ki, hər hansı bir serveri olsun, bunun 100 istifadəçisi vardır və bu istifadəçilərin sayı artdıqca resurslar da artmağa başlayır. Yəni, bulut avtomatik öz resursunu artıra bilir və azaltdığı zaman da özü avtomatik azala bilir. Yəni, bu əlavə xərc aparmağa ehtiyac olmur ki, hər hansı bir, tutaq ki, təşkilatın daxilində olan serverə resurs artdığı zaman bunu artırmaq üçün yeni yaddaş qurğuları, serverləri almaq lazımdır. Amma bulut sistemində belə deyil. O öz resursunu artıra bilir, yəni xidmətini artıra bilir və azaldığı zaman azalda bilir.
Əlçatanlıq. Əsas xüsusiyyətlərindən biri də əlçatanlıqdır. Niyə əlçatanlıqdır? Çünki biz dediyimiz kimi hər hansı bir məlumatımız bulut sisteminə yüklədiyimiz zaman, yəni istədiyimiz yerdən, istədiyimiz telefon olsun, kompüter olsun, istədiyimiz yerdən biz daxil olub, orada məlumatlarımızı açıb, onun üzərində işləyə bilib və yenidən bulut sisteminə yükləyə bilirik. Yəni, buna görə də bulut sistemi əlçatanlığı əsas xüsusiyyətlərindən biridir. Biri də qənaətdir. Yəni, qənaət nə deməkdir? Dediyim kimi, biz əlavə avadanlıq almağa ehtiyac olmur və yaxud da ki, əlavə xərc ödəməyə ehtiyac olmur. Biz bunun xidmətindən istifadə edirik və bunun xidməti almaq, avadanlıq almaqdan qat-qat ucuz başa gəlir. Avtomatik yeniləmə. Avtomatik yeniləmə nədir? Yəni, bulut sistemində ümumiyyətlə işlədiyimiz zaman bu arxa planda özü avtomatik yeniləyir. Yəni, hər hansı bir proqramı tutaq ki, kompüterimizə qoşduğumuz zaman biz onun üzərində həm yeniləmə əməliyyatları aparırıq, həm quraşdırma əməliyyatları aparırıq. Amma bulut sistemində belə deyil. Bulut sistemində arxa planda özü avtomatik yeniləyir və yaxud arxa planda özü avtomatik yadda saxlama sistemi vardır. Xidmət modellərinə misalla, məsələn, bulut sistemində müəyyən bir xidmət modelləri vardır. Bunlardan biri İAS-dır. İAS nədir? Virtual serverlərdir. Yəni, İAS yerində infrastruktur, əsas servis deməkdir. Yəni, xidmət kimi infrastruktur. Yəni, bu deməkdir ki, şəbəkə kimi və yaxud da ki, hər hansı bir server kimi infrastrukturu almaq, yəni, götürmək, yəni pul ödəyərək hər hansı bir onun yaddaşı, serverinin yaddaşını icarəyə götürmək deməkdir. Biz burada hər hansı bir məlumatlarımızı saxlamaq üçün istifadə edirik bu infrastruktur əsas servis kimi. Yəni, bura istənilən adam daxil ola bilər və istənilən məlumatlarımızı orada saxlaya bilərik. Bəs PaaS nədir? PaaS da deməli, platforma əsas servis deməkdir. Yəni, bu proqramlaşdırma mühitidir. Burada daha çox proqramçılar istifadə eləyir. Yəni, hər hansı bir proqramı bura yükləyərək biz onun üzərində hər hansı bir kodlarla işləyə bilirik və yaxud da ki, hər hansı bir proqramın üzərində avtomatik işləyə bilirik. Biri də SaaS-dır. SaaS nə deməkdir? Software as a Service. Bu da bizə hazır tətbiqlər verir. Məsələn, Zoom kimi və yaxud da ki, Canva kimi hazır tətbiqlər var ki, istifadəçinin işini asanlaşdırmaq üçün istifadə olunur. Bu da hazır tətbiqlərdir. Bulut yerləşmə modelləri vardır. Biz bulut sistemində müəyyən bir sistemlər vardır ki, modelləri vardır ki, biz həmin modellərdə yerləşdiririk məlumatlarımızı. Bunlardan biri Public Cloud-dur. Public Cloud hamı üçün açıq sistemdir. Yəni, istənilən istifadəçi bura daxil olub, sadəcə qeydiyyatdan keçməklə öz məlumatlarını yerləşdirə bilərlər. Öz tutaq ki, şəkillərini, videolarını və yaxud da ki, öz sənədlərini burada yerləşdirə bilərlər. Bu, yəni, hamı üçün açıq olan bir sistemdir. Sonra Private Cloud var, Private Cloud vardır. Private Cloud nədir? Müəssisə daxili sistemdir. Yəni, bu hər hansı bir, tutaq ki, təşkilat olsun, müəssisə olsun və yaxud da ki, tutaq ki, universitetin öz bulut sistemi vardır və özündə olan məlumatları, məsələn, tələbələrin olsun, müəllimlərin olsun, öz məlumatlarını onun içərisində yerləşdirir və kimsə ora daxil olaraq, yəni öz istifadəçiləri ancaq daxil ola bilir. Kimsə ora daxil olub, o işi, oradakı olan məlumatları dəyişə bilir ya da ora nəsə artıra bilir. Sadəcə oranın əsas, oranı idarə edənlər ora nəsə yerləşdirə bilir və tələbələr və yaxud müəllimlər ondan faydalana bilir. Sonra Hybrid Cloud vardır. Hybrid Cloud nədir? Buna deyirik qarışıq model. Bu həm Public Cloud-un, həm də Private Cloud-un birləşməsidir. Yəni, nə deməkdir? Bu Cloud-dan, Hybrid Cloud-dan hər kəs istifadə edə bilir. Yəni, həm açıq olur, açıq sistemdir, həm də qapalı sistemdir. Belə deyək də, tutaq
tutaq ki, universitetdə bir sistem var, bu hibrid clouddur və universitetdə olan bütün məlumatlar orada yerləşdirilir. Amma tələbələr də özləri daxil olaraq, oranın istifadəçisi olaraq, daxil olaraq, ora məsələn layihələrini yerləşdirə bilirlər. Yəni hibrid cloud qarışıq clouddur ki, hər kəs ora daxil olub həm yerləşdirə bilir, həm də orada olan məlumatlardan faydalana bilir. Sonra vardır community cloud. Community cloud ortaq sistem deməkdir. Yəni oxşar müəssisələrin birlikdə işlədikləri sistemdir, cloud sistemidir. Məsələn, tutaq ki, təhsilə aid olan universitetlərin ortaq olan bütün məlumatları yığıldığı cloud sistemidir, yəni bulut sistemidir ki, buna deyirik community cloud. Bulut sisteminin, ümumiyyətlə bulut sistemini işlədərkən bunun müəyyən bir üstünlükləri də vardı və müəyyən bir çatışmazlıqları da vardı. Üstünlüklərindən biri əlçatandır. Bayaq dediyim kimi, əlçatan nədir? Yəni hər yerdən buna giriş mümkün olur. Yəni məsələn, tutaq ki, hər hansı bir məlumatım mənim bulut sistemindədir. Buna məsələn gəzintiyə getmişəm və yaxud da ki, universitetdəyəm, dərsdəyəm və yaxud hər hansı bir yerdəyəm, müəssisədəyəm, məktəbdəyəm və s. Yəni biz istədiyimiz yerdən həmin məlumata daxil olub ona giriş edə bilirik. Bunlardan biri, üstünlüklərindən biri də qənaətdir, yəni əlavə avadanlıq almırsan, dediyim kimi. Yəni əlavə avadanlığa ehtiyac duyulmur, biz sadəcə o xidmətdən istifadə edirik, üstünlüyü budur. Üçüncü, avtomatik ehtiyat nüsxədir. Biz ümumiyyətlə bulut sistemindən istifadə edərkən, dediyim kimi, hər saniyə o avtomatik yadda saxlayır. Yəni, tutaq ki, kompüterdə işləyərkən biz hər hansı sənəd üzərində işləyiriksə, biz onu tez-tez yaddaşa veririk də. Amma bulut sistemində belə deyil. O hər saniyə özü avtomatik yaddaşa verir və bu da təhlükəsizliyə daha da qoruyur. Təhlükəsizliyinə mane olmur. Növbəti buludun üstünlüklərindən biri də real vaxtda əməkdaşlıqdır. Real vaxtda əməkdaşlıq nədir? Yəni, tutaq ki, hər hansı bir şirkət və işçiləri arasında bir layihə hazırlanır və yaxud da universitetdə tələbələr arasında bir layihə hazırlanır. Yəni, eyni layihə üzərində bir neçə əməkdaş işləyir və burada istədiyi yerdən, məsələn, evdən işləyərək kimin necə işlədiyini, kim nəyi, hansı, məsələn, tutaq ki, bir layihə üzərində işləyirlər, kimisi şəkil qoyur, kimisi qrafik qoyur, kimisi redaktə eləyir və deməli, eyni anda, real vaxtda əməkdaşlıq mümkündür. Biz dedik ki, bulut texnologiyasının üstünlükləri vardır və bulut texnologiyasının üstünlüklərini saydıq. İndi isə bulut texnologiyalarının riskləri vardır. Riskləri haqqında, yəni təhlükəsizliyi haqqında danışacağıq, riskləri haqqında. Bulut texnologiyasının təhlükəsizlik riskləri vardır. Bu təhlükəsizlik riskləri nədir? Tutaq ki, bulut texnologiyasında sən bir məlumatı yerləşdirmirsən, özünə aid məlumatların vardır və fikirləşin ki, bu uzaq serverlərdə, hətta ölkədən kənarda olan serverlərdə saxlanılır və o məlumatlar kimlərinsə əlinə keçməsi, demək ki, sənin bütün məlumatların kiminsə əlinə keçməsidir, məlumat sızması baş verir. Bu da təhlükəsizlik risklərindən biridir. Bunun üçün şifrələmə üsullarından istifadə etməliyik, 2 qat autentikasiya üsullarından istifadə etməliyik. Yəni, tətbiqə daxil olarkən əsasən də giriş etmək üçün ya telefondan, ya da e-mail parollarından dəstək almalıyıq. Yəni, onları tətbiq edərək giriş etməliyik. İkincisi, internet asıllığıdır. Yəni, risklərdən əsasən biri də internet asıllığıdır. Niyə? Çünki biz bulut sistemini dedikcə ancaq internet üzərindən işlədə bilirik. Yəni, hər hansı bir məlumatımızı internet olmayan bir yerdə açmamız mümkün olmur. Bu da ki, onun çatışmazlıqlarından biridir. Növbəti isə uyğunluq problemləridir. Yəni, uyğunluq problemi nədir?
Tutaq ki, Google Drive ilə OneDrive arasında formalarında müəyyən bir fərqlər vardı. Biz sənədimizi OneDrive-dən Google Drive-a yerləşdirdiyimiz zaman həmin sənədlərimiz dəyişilir, yəni üzərində dəyişikliklər olur. Bu da çatışmamazlıqlarından biridir. Biz dedik ki, dərsimiz həm bulut texnologiyaları, həm də onlayn əməkdaşlıqdır. Biz bilirik ki, onlayn əməkdaşlıq deməli bu günümüzdə ən vacib məsələlərdən biridir. Çünki bəzi şirkətlər vardır ki, müəyyən bir, məsələn, başqa ölkələrdə olan şirkətlər var ki, birgə əməkdaşlıq quraraq, birgə layihələr üzərində işləyirlər. Bu da əsasən onlayn əməkdaşlıqdır ki, bulut sistemi üzərindən bunları yerinə yetirə bilirlər. Yəni, komandaların internet üzərindən birgə əməliyyatlarını yerinə yetirirlər və real vaxtda redaksiya və paylaşım edirlər. Yəni, bu nə deməkdir? Tutaq ki, hər hansı bir qrupdur, müəyyən bir qrup layihəsi hazırlayır və deməli, tutaq ki, müəllim tələbələrə hər hansı bir qrup layihəsi veribdir və müəllim real vaxtda o tələbələrin hansını işlədiyini, hansını zəif işlədiyini görə bilir və yaxud da ki, dəyişiklikləri və iştirak real vaxtda görünür. Yəni, orada o sənədin üzərində hansı dəyişiklikləri eləyibdir, kimlərin o sənəd üzərində işlədiyini, kimlərin pasiv olduğunu müəllim onları görə bilir və yaxud da ki, şirkətlər olsun, qrup rəhbəri bunu görə bilir. Bu da onlayn əməkdaşlığı gücləndirir. Onlayn əməkdaşlığın üstünlükləri vardır. Bunlardan biri məlumat itmir. Yəni, nə deməkdir? Hər hansı bir layihə üzərində işlənərkən biz hər dəyişiklik etdiyimiz zaman məlumatlar avtomatik yaddaşda saxlandığına görə məlumatlar itmir. Həm komanda işi güclənir. Komanda işi güclənir nə deməkdir? Bayaq dediyim kimi. Yəni, hər bir işçinin işlədiyi orada göründüyü üçün hər bir işçi də istəyir ki, daha çox işləsin və bu komanda işində gücləndirilməsinə nəticəsinə gətirib çıxarır. Sonra müəllim və tələbələr eyni faildə işləyə bilir. Yəni, müəllim tələbələrin, tutaq ki, layihə veribdirsə, tələbələrin layihələrin üzərində necə işlədiyini, bu işləməklərini orada rəy bildirə bilir və yaxud da ki, qiymətləndirmələri yerinə yetirə bilir, tələbələrə orada qiymət verə bilir. Bu da onlayn əməkdaşlığın üstünlüklərindən biridir. Zaman və resurs qənaətidir ki, yəni burada tələbələr olsun, müəllim olsun və yaxud da ki, onlayn əməkdaşlıq edən istifadəçilər olsun, real vaxtda, yəni resurs qənaət edirlər. Yəni, həm vaxt, həm də resurs. Niyə? Çünki hər hansı bir yerə gedib, orada toplaşıb, həm zaman itmir. Yəni, evlərindən bu layihələr üzərində işləyə bilirlər. Həm də ki, hər hansı bir gedib qurğuda işləmək yerinə evlərindən, öz telefonlarından və yaxud kompüterlərindən işləyə bilirlər. Bu texnologiyaların bugünkü gündə tədrisdə ən böyük rolu vardır. Rollarından biri də odur ki, müəllim və tələbələr arasında resurs paylaşımı, bayaq dediyim kimi. Yəni, müəllim, məsələn, tutaq ki, hər hansı bir sənədləri bulut sisteminə yerləşdirir və tələbələr oradan götürüb oxuya bilirlər. Virtual siniflər və dərs materialları vardır ki, bayaq dediyim kimi, elə həmin ki, orada bulut sisteminə yerləşdirilən məlumatlardan həm müəllimlər, həm tələbələr faydalana bilir. Sonra onlayn qiymətləndirmə və layihə təqdimatları, o da layihələrin, orada yerləşdirilən layihələri müəllim görür və orada qiymətləndirə bilir. Bulut sistemində müəyyən bir təhlükəsizlik tədbirləri görmək lazımdır. Bunlardan biri güclü parol və ilk mərhələli autentikasiyadır. Yəni, nə deməkdir? Güclü parollar qoymaq lazımdır. Hər hansı bir məlumatlarımızı yerləşdirirkən güclü parollardan istifadə etmək lazımdır ki, məlumatlarımızın itməsi, silinməsi və yaxud da ki, başqalarının əlinə keçməməsi üçün. Və dediyim kimi, məlumatları hər hansı bir məlumat yerləşdirdiyimiz zaman və yaxud bulut sisteminə giriş etdiyimiz zaman email təsdiqləməsi və yaxud telefonla təsdiqləmə istifadə etməliyik. Sonra şifrələmə vardır. Şifrələmə məlumatı ümumiyyətlə həm oraya yerləşdirərkən, həm də qəbul edərkən
şifrələmədən istifadə etməyimiz lazımdır. Niyə? Çünki əgər məlumatımız kiminsə əlinə keçirsə, həmin məlumatı açıb içərisini oxuya bilməsin deyə şifrələmədən istifadə etmək lazımdır. Sonra etibarlı provayderlar seçimi, yəni müəyyən bir Google şirkəti olsun, Amazon şirkəti olsun. Bu şirkətlər həm sertifikata malikdirlər, beynəlxalq sertifikata malikdirlər, həm də təhlükəsizdirlər. Ona görə yəni etibarlı provayderlardan istifadə etmək lazımdır. Yekun olaraq deyə bilərəm ki, bulut texnologiyası gələcəyin əsas infrastrukturudur və onlayn əməkdaşlıq, tədris və istehsalatda əsas bacarıqdır.